Salam olsun, əziz və dəyərli MHM izləyiciləri. Mən MHM Tədris Mərkəzinin tarix müəllimi, Mahir müəllim, Mahir Bədirxanov sizə daha bir maraqlı xəritə sualı bu səfər. Tabbağın yolları. Xəlifə Ömərin dövründə xilafətin Bizansla apardığı müharibədə ələ keçirdiyi ərazilər hansılardır? Mən sizə təkcə bu xəritəni izah eləməyəcəm. Mən ümumiyyətlə xəritəni izah eləyəcəm, dəyərli insanlar. Baxın, birinci görürsünüz, buradan qırılır, biraz baxın, fikir verin, qırılma, boğulma var buralıqdan. Siz də təxmini oralıqdan kəsin geçsin. Yəni, bax, həmin ərazidən demək olar ki, yəni, bax, bu ərazilərdən təxmini sizdə kəsin geçsin. Bu tərəfə aid eləyin, bax, bu Afrikanın bu hissəsini aid eləyin həqqi xəlifələr dövrünə, yəni Raşidi xəlifələr dövrünə. Bu tərəfə aid eləyin Əməvvilər dövrünə. Amma da bütün Afrikadan söhbət eləmirik, Şimali Afrikadan danışırıq. Deməli, başqa nədən danışacağıq? İndi keçək başqa məsələyə. Onu da qeyd edeyim ki, Əməvvilərin yürüşləri, yəni təkcə bu tərəfə deyil, yəni sadəcə biz Afrikada dedik. Əməvilər ümumiyyətlə sağ tərəfdə, hansı ki, üç tərəfi Azərbaycan görünür, bu Xəzər dənizidir. Baxın, bu Xəzər dənizi burada qeyd edilib. Burada Xəzər dənizini əks elətdirib və bu istiqamətə ümumiyyətlə Əməvvilərin də hücumları olub, həqqi xəlifələr də, Abbasilər də demək olar ki, bəli. Və gəlirik nəyə? Və bizim indi sualımızda xəlifə Ömərin dövründə xilafətin Bizansla apardı. Bizans. Bizə Bizans burada açar koddur. Bizans biz bilirik ki, yəni Qara Dəniz burada boğazlar və Bizans ərazisi buradır. Bizansla apardığı, yəni belə deyək, mübarizənin nəticəsində hansı ərazidir? Və gördüyümüz kimi Aralıq dənizi gəlir, Aralıq dənizi bax burada bitir. Burada Aralıq dənizinin şərq sahilləri artıq ön Asiya ölkələri başlayır. Nə baş uzağırdı? Söhbət Bizansla müharibədən getmirmi? Bizansa yaxın olan əraziləri götürək. 1 ilə 4. Düzgün cavabımız Y variantıdır. Bu tərəf isə, bu tərəf demək olar ki, Əməvvilərin tutduğu ərazilərdir. Mən biraz da getdim, çıxdım Atlantik okeanına. Yəni onunla işiniz olmasın. Yəni ümumi bir xətt çəkdim. Yəni ümumən götürəndə, yəni Afrikanın Şimali Afrikanın qərb hissəsi və Piriney. Özdə bütün Pireneyi tutmuyor. Fikir verin, bütün Pireney deyil. Burada müəyyən yer var. Bax, bu daha. Görürsünüz, əvvəlki kitablarda var idi, Asturiya. İndi o yoxdur. Amma qeyd edirəm onu da. Düzgün cavabımız 1-4-dür, dəyərli izləyicilər. Bu qədər.